Merhaba, bugün sizinle bir edəmatışım bir video çəkik. Başlıqdan da gördüğünüz kimi kuzenlerimin dediği kitabları oxuyuram. Part 2'dən qarşınızdayım. İkinci kitabımız No 26 Beyza Alkoç'un kitabıydı. Bunu mənə böyük xalam qızı tövsiyə etmişdi. Türkçə kitabdır. Aslında indiyə kimi çox da Türkçə kitab oxumağı sevmirəm. Çünki bəzən dilim mənə çox çətin gəlir. Amma Beyza Alkoç'un biraz bəzi kitablarının baş hissələrini falan oxumuşam. Ona görə dili çox axıcıdır. Ona görə deyim ki, niyə də yox. Mən həm də bu videonu çəkərkən demişdim ki, yəni Türkçə, ingilis dilində, rus dilində fərqi yoxdur. Amma iki dil demişdim, Türkçə və Azərbaycan dilində. Çünki ingilis və rus dilində daha yavaş kitab oxuyacaqdım. Bugün artıq saat 18:30-dur və mən kitabı almadım təbii ki də. Google-dan PDF-ini tapıb oxuyacağam. Mən bayaq Adora Yağmurdan qabağıma video gəldi. No 26 dairə 7-nin spoilersız maratonunu çəkmişdi. İndi mən də ona baxdım. Bir neçə cümlədən mən bu kitabı bəyəndim. Ona görə də bu kitabı oxumağa qərar verdim. Ümid edirəm ki, videomu bəyənərsiniz. Əgər kitabı indi gördüyümdə oxuya bilməsəm, başqa bir kitabla dəyişdirəcəm və onun PDF-ini oxuyacağam. Əgər bəyənsəm, No 26 və dairə 7-də oxuyacağam, amma bu videoda dairə 7-ni oxumayacağam. Əgər bu videoya 20-25 like kimi bir like sayısı gəlsə, əgər o zaman No 26 və dairə 2-ci No 26'nın ikinci səsi dairə 7-ni oxumağa çalışacağım, oxuyacağım yəni. O zaman başlayaq maratonumuza. Sabah saat 18 necə deyim, 18:40 kimi vaxtımız olsun. O zaman belə bir şəkildə buyurun. O zaman belə bir şəkildə mən başlayıram kitabımızı oxumağa. O zaman videoya keçək. Bu arada kanala like atıp abone olmağı və açmağı unutmayın ki, bildirimləri açsanız videolarımdan ilk xəbərdar siz olacaqsınız. O zaman mən keçib belə mənə maraqlı gələn yerləri, cümlələri isə oxuyacağım. Birinci ön sözdən başlayır. Artıq 1-2 səhifədir və bir səhifə deyil oxuyuram, amma burada çox maraqlı bir cümlə gördüm. Eyinib qızımız Niyə yəni mənim kimi düşünür sanki. Testdən öncə ulaşmaq və onları həmən blogumda, Instagram sayfamda paylaşmaqdır. Yəni qızımızın ən önəmli işi Instagram takipçiləri ilə, yəni mağazinlə uğraşmaqdır. Oxumaya davam edeyim. Şəxsən indi bir neçə cümlədə oxuyuram, çox bəyəndim. Bəzi sonra artıq çaya çıxdım, çayda oxumaya davam edirəm. Səhv 27-dəyim. Dostlar, indi oxumağa davam edirəm. Ancaq bir dənə mənim çox da bəyənmədiyim bir şey var kitabda. O da ki, yəni məsəl üçün də kitabda bir sir var, okey, ola bilər. Və bu siri çözməyə çalışa bilərsən, səbəbini tapmağa çalışa bilərsən. Ancaq bunu çox abartırlar və abartaraq yazırlar. Məsələn, tüm hayatını öğrenmeyi deli gibi istiyordum deyir. Yəni, məncə çox mənasızdır bu qədər ilgi başqasının həyatını mərak eləmək. Yəni, mənə görə şəxsən abartıcı bir qisim olub. Kaş belə deməzdi. Deyərdi ki, bütün sirləri, məsəl üçün də bütün sırlarını çözməyə hazıram. Elə desəydi daha yaxşı ola bilərdi. İndi o da pis bir versiyadır. Yəni, ümumi olaraq o tarz pisdir. Amma şəxsən mən onu bəyənmirəm. Görə elə kitab necə ilərləyir, amma başqa belə Beyza Alkoç'un dilini bəyəndim. Kitab çox tez ilərləyir. Artıq demək olar ki, 29-cu səhifəyə çatmışam. Və kitabın dili də şey deyil. Məsələn də o yavaş adımlarla qapıya yaxınlaşaraq qapının elə çox yavaş bir anlatımı yoxdur da. Yəni çox tez də deyil. O çabuk qapıyı açdı və içeri girdi. Elə də deyil. Yəni çox orta və normal dərəcədə bir anlatımı var. Ümumi olaraq mən bəyəndim, amma bu hissədən sonra biraz soyudum elə kitabdan. Amma elə ki, başlarında 29-cu, 28-ci səhifədəyəm. Amma yəni o hissəni pek sevəmədim. Amma məncə elə kitab özü bu mövzuda olacaq və bu sirləri çözməyinin gedəcək. Kitab indi görək də necə olacaq. Kitabda belə hər bölümün başı belə çox şirin şəkillər var. Bunu mən çox sevirəm şəxsən. Kitaba aid belə bir söz də var və artıq ikinci bölümə girmiş bulunmaqdayım. Bəli dostlar, mən artıq 39-cu səhifəyə kimi oxudum. Kitab akıyor deyə bilərəm. Dostlar, tək bir şey deyəcəm. Möhtəşəm davam edir kitab. Artıq 43-cü səhifədəyəm və möhtəşəmdir. Yox. Kitab çox mənasız bir yerə gedir. Niyə axı, niyə? Dostlar, 22 mahnı ilə artıq 54-cü səhifəyə gəlmiş bulunmaqdayım. Bəli, kitab möhtəşəm gedir, amma
Çox belə iki arada bir dərədə. O ilk başda dediyim o sır söhbətindən heç söhbət getmir. Qız okey, hər şey mərak edə bilər, amma heç o haqqda hələ ki çox da bir şey danışmayıb. Yəni demir ki, çözəcəm. Yəni bəyəndim, yaxşı ki bunu çıxardıblar. İndi isə planşetimiz artıq az bitdiyi üçün bitir, az qalıb. Yəni 20% düşəndə tez bitəcək. Artıq 20% olmalıdır. Neyse, amma kitabı çox oxumaq istəyərdim. İndi isə gedəcəm, sizin üçün video editləyəcəm ki, artıq onu ayarlayım ki, ayın neçəsi, saat neçədə paylaşılacaq. Həm o işimi görəm, həm də ki, onun üçün planşet zaryadqa yığsın ki, gələm daha çox oxuyum. Amma kitab möhtəşəm keçir. Artıq 100 səhifəni yarılamışıq 54-cü səhifədən. Neyse, belə üçüncü, dördüncü bölüm idi. Artıq 4-cü bölümə neçə səhifə qalıb? 54-dəyimsə 53 səhifə qalıb. İndi 3 səhifədə oxusam 4-cü bölümə keçəcəm, amma oxumayacağam. Çıxıb çölə biraz edit eləyəcəm videolarımı, sonra kapak fotoğrafı falan eləyəcəm və paylaşacağım. Onda planşeti zaryadqaya qoyum. Dostlar, çox məna söyləyərdə duyğulandım. Sorry. Çox özür diliyorum arkadaşlar. Dostlar, bir ne oldu? Mən kitabı oxumuşam, ara vermişəm. Yəni bir ara və yarım saat 40 dəqiqə ara verdim. Və oxuyanda bir də gördüm ki, 6-cı bölümə çatmışam. Və çox gözəl bir hissə gördüm. Bunu statusda paylaşmaq üçün screenshot eləyəndə sizə video çəkmək yadımdan çıxdığını anladım. Bəli, əslində mən Adora Yağmurun No 26 maratonuna baxanda bunu dedi ki, kitab çox akıcı falan. Kitab çox axıcıdır, həqiqətən çox axıcıdır. Bir dənə yer gördüm, indi oranı da oxumaq istəyirəm. Dostlar, buranı tez şəkildə özünüzdə oxuya bilərsiniz, mən də oxumaq istərdim. Həyat şəlalədən aşağı düşməklə başlar. Hepimiz doğduğumuz an bir şəlalədən aşağı düşər gibi gözlerimizi açarız. Öyle şaşkın, öyle temkinli, öyle korkak. Gözlerimizi açar ve yüzmeye başlarız. Su bizi geri çektikçe İleri gitmek için çabalarız. Yaşamak bizi geri çeken bir suda inatla ileri gitmeye çalışmaktır. Bazen bir şey de değil. Bazen yorulduğumuzda kırılırız. Bazen suya karşı galip geliriz. Fakat bazen kazanmak bize hiçbir şey katmaz. Bazen kaybetmek daha çok şey kazandırır. Diye bir bölümü var idi. Bu cümleler beni çok etkiledi. Hakikaten mühteşem idi. Bu arada kitap necə axıb gedib. Mən necə 50-ci səhifədən 83-cü səhifəyə gəlmişəm. Hələ də başa düşməmişəm. Neyse, oxumağa devam. Birazdan yemək molası verəcəm. Ama oxumağa devam. Yəqin yemək yerində də bu oxuyacağım. Əslində 100-cü səhifədə gələcəkdim. Sadəcə düşündüm ki, kitabın indi bir neçə şey var ki, indi deməsəm artıq yadımdan çıxacaq. Kitabımızda çox belə də, necə deyim, mən müasir dilin, yəni müasir dövrün müasir dövrün dilində yazılmış kitabları çox sevirəm. Və bu kitab da onlardan biridir. Çünki məsələn də kitabın içində bəzi cümlələrdə şey istəyərdim olsun, o iki dənə tərzə qoyuruq biz yan-yana cümlə işarəti olaraq. Baxın, elə şeylərdə, yəni müasir dövrün şeyləri olsun istəyərdim. Şey var, o nəsə bir ironi eləyəndə, belə zarafatdan bir şey eləyəndə iki mötərizənin içində nida var baxın, o var. Burada bir cümlənin qarşılığında deyil, amma bunun desəm çox böyük bir spoiler olacaq. Çünki artıq 93-cü səhifədəyəm. O zaman bunu dediyim, bu yadımdan çıxmadı olmasa, hələlik videonu dayandırım. Dostlar, şu an bilmirəm neçənci səhifədəyəm. İndi bir olay oldu. Spoilersızdır bu arada. Spoiler değil bu məncə. İndi qızımız keks pişirir və yatır. Deyir ki, yəni mən burada sizə bir dəqiqə oxum cümlə sonra deyim fikrimi. Keki aceleyle fırından çıkardım ve yanmadığını görünce rahat bir nefes aldım deyir. Ve şu an o kızla eyni duyguları yaşadığımı deyə bilərəm, kanıtlaya bilmərəm də. Yəni yemin edebilirim, kanıtlayamam Türklər demişkən. Yəni o keksin yanılma fikirləriyle belə başım fikirlərlə doldu. Sonra birdən o keksin yanmadığını görəndə rahat bir nəfəs aldım və yəni məncə Beyza Alkoz kitablarını yazanda məsələn də yağış yağan bir səhnə yazırdı. Məsəl üçün də camdan sular akıyordu falan. Məncə o ya yağış yazarkən o videoya baxır və yaxud videoya baxır, nədir kitabı yazır və yaxud
bilmirəm, hardansa yağış videosu qoyub o duyğuları hiss edərək yazıb. Çünki bunu 100%, yəni 100% hiss edib yazıb. Çünki yəni o cümlədə mən o an hiss etdiyim şeyləri sanki o qələmə verib. Nəysə, bundan sonra mən əslində doğrusunu deyim. Beyza Alkoçun məsəl üçün də karantina kimi kitablarını xoşlamıram. Karantinada elə karakterlər var idi, çox itici idi. Heç birinci kitabını oxuyub bitirmədim. Yəni o qədər nifrət elədim. Yəni şəxsən mən indi linç edə bilərəm, amma karantina serisini heç sevmirəm. Amma məsəl üçün də Beyza Alkoçun başqa çox kitabını oxumamışam. Qalanlarını da sevmirəm. Çünki bir şey çox abardır və çox itici karakterləri var. Şəxsən bu kitabda da deyə bilərəm ki, Efe bəzi vəziyyətlərdə mənə itici gəlir. Amma belə yaxşı irəliləyirdi kitab. Mən deyə bilmirəm, Efe falan demirəm də. Yəni, yaxşı bir obrazdır. Sadəcə bəzən itici gəlir, bəzən hər şey çox abardır. Və yaxud Beyza Alkoç o yazarkən çox abardır hisslərini ola bilər. Ona görə mən heç vaxt bu Beyza Alkoçun kitablarını sevmirdim. Bir mövzuda məsəl üçün gerilim tarzı bir kitab yazırsa, o gerilimi həddən artıq çox abardır. Biz ancaq gerilim oxuyuruq. Onun yerinə kitabın bədiliyi itirdi. Mən elə düşünürdüm. Amma yazıçıya böyük bir sayğı duyurdum. Çox fanı var. Amma yəni o 26 bəlkə də tam 12 yaş üçün, 13 yaş üçün yazıldığı üçün mən bu kitabı çox sevdim. Yəni tam kitab sanki mənim üçün yazılıb. Mən tam sevdiyim bir dildə yazılıb, anlaşılmalı bir dildə. Necə deyim, puntoları gözəl, yəni balaca olmayan elə kitablar var ki, məsələn də Agatha Christie'nin bəzi kitabları puntoları bu boydadır. Qarışqa boyda, bəlkə də qarışqadan da balacadır. Ya qarışqa boyda, bəlkə də qarışqadan da balacadır. Ya oxumaq çox çətin olur və gözü çox yorur. Məsələn, mən Agatha Christie'nin bir kitabını oxuyanda, şəxsən mən bir dəqiqə, bir-iki səhifə oxuyan insan, Agatha Christie'də yarım səhifə oxumuşdum. Bəlkə bilmirəm, mən yaşıma uyğun olmadığı üçün 3-15 səhifəni oxuyub buraxdım kitabı və irəliləyən vaxtlarda oxumağı düşünürəm. Amma bu kitab tam mənlik idi. Necə danışım? 4 dəqiqə 43 saniyə, 45 saniyə danışıram. Fikrimi izah edə bilmirəm. Kitab tam mənlik bir kitabdır. Çox sevdim kitabı. Kaş yəni Beyza Alkoçun belə bir mövzuda belə maraqlı kitabları olsa, kaş yenə alım, amma 100 səhifəsini oxumamışam. 400 səhifəni oxuyacağam. Sonra 200 nəsə səhifəlikdə dairə 7 var. Onu oxumağı düşünürəm. Amma ondan öncəyə Adora Yağmurun dairə 7 haqqında bir spoileri var idi. Necə deyim? No 26'da elə bir spoilerlı bir şey danışdı. Mən orada telefonumun səsini azaltdım və qulaq asmadım. İndi bu kitabı oxuyum, qutarım, onun üçün də qulaq asacağım ki, dairə 7'də gəlsəm nə olacaq? Ya dairə 7'dən bu kitabı oxuyub bitirəndən sonra oxuyacağım, ya da ki, başqa vaxt bilmirəm. Nəysə, amma çox bəyəndim. Kitab möhtəşəmdir, çox gözəl axır. Artıq 107-ci səhifədəyəm və kitabımızda bölümümüzün 7-ci bölümü deyəsəm başında qızımız biraz öz keçmişindən danışdı və mən də duyğusallaşdım və ağladım, bəli ağladım. Mən çox tez, yəni belə üzülən bir insanam. Ağlamağı sevən, kitab oxuyarkən ağlayan bir insanam. Tez bir üzüntü bir şey görən kimi ağlayıram. Yəni biraz drama queenəm. Aldırış eləməyin. İndi gözüm ağrıyır, kitab oxuya bilmirəm. Nəsə oxumağa çalışacağım. Üçün çox maraqlı gedir, dayandıra bilmərəm. Kitabı, yəni məzmununu çevirəcək bir olay oldu. Bəli, oldu. Baş verdi. Artıq yenə bir şey demək istəyirəm ki, Beyza Alkoçdan, yəqin ki bu videoya söz baxmayacaq, amma tək xahişim bütün yazıçılardan bu deyiverdim, yəni dedim deyə bilərsən və yaxud dedim də, yəni başqa bir şey yox. Deyiverdim nədir yəni, nə demək arkadaşlar? Çox əsəbimə toxunur o söz. Deyəcəm, Efe niyə bu qədər rahatdır? Necə bu qədər rahatdır? Necə? Daha dostlar, sadəcə onu demək istəyirəm ki, yenə ağladım biraz. Mən heç də oxuyanlıqda ağlayıram. Bilmirəm, görün tam mən çizgili piyamalı çocuk kimi kitablar oxusam, nə hala düşərəm, nə? İndi bu gülməli bir kitabdır, bu fantastikdir, yəni fantastik kitab deyil, okey? Yəni, bədi kitab da normal bir kitabdır və mən hər cümləsinə ağlayıram, yəni mən tam ağlayırdım ki, mən niyə ağlamağa dayandırdım? Burada evet çox gülməli bir şey deyirdi. İndi bunu danışmaq istəyirəm, ona görə də buraya yekə bir spoiler yazısı yazmışam.
Əgər siz bu kitabı oxumaq istəyirsinizsə və ona görə bu videodasınızsa, məncə bu hissəni telefonunuzda səssiz alın və yaxud iləri aparın ki, spoilersız yazı görəndə təzədən o spoiler olmayacaq. Bu çox böyük bir spoilerdir. Bu arada xəbəriniz olsun. O zaman keçirəm. Efe gedir, Mine'yə babası uşaqlıq vaxtında şiddet göstərir, yəni atası. Və Efe gedir, Mine'nin atasını döyür, amma necə onu tapır, araşdırır və görür ki, deməsə Mine'nin bir qız kardeş də var imiş və onu görür, qonşularını araşdırır ki, belə-belə. Və kişinin deyəndə ki, Mine'nin sana selamı var, kız kardeşini almaya geldim deyir. Və oğlan bunu bir itələyib falan qızı götürüb mən Mine'nin sana selamı var deməkdə çox güldüm, həqiqətən çox güldüm. Yanında gülürəm, bilməm sonra çox günah gəldim. Amma bura biraz hüzünlüydü, Mine'nin keçmişini yadına salırdı deyə biraz ağladım. Ama okey, yaxşıyam, oxumağa davam edə bilərik. Dostlar, artıq əslində oxuya bilərəm, amma gözüm çox yoruldu, həddən artıq. Biraz oxuyasam, sabah oxuya bilməyəcəm, ona görə səhifə 120 dəstək verir. Bugün cəmi 120 səhifə kitab oxudum. Gözüm çox pis ağrıyır və gecə saat 1:40'dır. Ona görə yəni normalda gözümün ağrıması, biraz videolarımla məşğul olacağım. Çünki bəzi videolarımı yerində dəyişiklik etmişəm. Ona görə də onlarla biraz məşğul olacağım. Sonra təzən qaydaram, yəqin bilmirəm. İndi yuxum da gəlsə yatacağım. Dostlar, şu an səhifə 143'dəyəm və Mine çox saçma bir şeylərdir. Çox saçma bir şeylərdir. Çox desəm böyük bir spoiler olacaq. Amma yəni tez oxumaq istəyirəm ki, o səhnəyə gəlsin. Çünki yəni niyə bunu elədin? Nə düşünərək elədin bunu? Çox maraqlıdır mənə. Nəysə, görək necə olacaq. Şu an düşünürəm ki, Mine çox qərar verərkən heç o qərarını düşünmür və o qərara görə, onun dediyi sözlərə görə baş verəcək şeyləri düşünmür. Yəni həyatını elə-belə yaşayır. Sizcə necə gəldi? Yəni düşünərək söyləmiş bir sözü. Ona görə də mən bu obrazını yavaş-yavaş heç sevməməyə başlayıram. Yəni çox mənasız şəkildə cavablar verir. Niyə bilmirəm. Bəli dostlar, düşünürdüm ki, 150-ci səhifədə dayandırım. Sizə danışım ki, necə gedir kitab. Amma mən çaşıb 157-ci səhifəyə kimi oxudum. Nəysə, indi danışa bilərəm. Artıq 14-cü bölümə satmışam və kitab Mine'nin qərarlarının nə qədər məntiqsiz olduğunu, yəni olduğundan ibarət ola bilərdi bu son bölümlər oxuduqlarımdan. Yəni niyə bunu eləyirsən özüvə, Ece'yə, Efe'yə, niyə? Yəni belə qəribədir də, ona yəni tolerans eləyə bilmirəm. Düşünə bilmirəm ki, o necə seyir. Başa düşmürəm. Yəni məntiqsiz. Sadəcə ən sevdiyim, Beyza Alkos'un ən sevdiyim yanı ola bilər ki, hər bölümün bir məzmunu olur. O da hər bölümün başlanğıcında olur. Bunu əslində indi oxuyuram. İnsan bazen evində otururkən də yağmura yakalanmış gibi hiss edə bilir. Bu mənim üçün bir məna daşımır. Amma kitabdakı 14-cü bölümü oxuyandan sonra bu mənim üçün möhtəşəm bir məna daşıyacaq. Bəli dostlar, kitabdan bir neçə cümlə oxumaq istəyirəm, spoilersızdır. Efe duran notlara aşıqdır, içində gəzinib duran ilham onun tek rəhbəriydi. Dünya onun üçün bir enstrümandı, yaşadığı hər şey ona bir beste olarak dönüyordu. Yağan yağmur onun için başlı başına bir şarkıydı. Esen rüzgarın sesi dünyanın en güzel enstrümanından bile ortaya çıkaramayacağı kadar güzel bir besteydi. Güneşin doğuşunu izlemek onun için şarkı dinlemek gibiydi. Gözlerini her sabah, dün sabah dinlediğinden bile daha güzel bir şarkı açıyordu. İçindeki duyguların onda yarattığı his piyano tuşlarına basmak gibiydi. İçinde hissettiği her bir duygu birer notaydı. Hissettiği bazı duygular ise bir şarkının ta kendisiydi. İşte bunlar benim burada geçirdiğim günlerden sonra Efe Duran hakkında öğrendiğim her şeydi. Ötesi yoktu. Skandallar yok, entrika yok, kaos yok. Notalar var, yalnızca notalar.
bu yani kitabın məzmunudur. Onu deyə bilərəm. Kameram nəsə pis çəkirdi, nəsə. Bu hissəni çox bəyəndim, belə yazıçın deyə çox yaxşıdır bu hissəsində. Hamıya yeni gündən salamlar. Necəsiniz sabah axşam? Bugün No 26-nı oxumağa davam edəcəyik. Amma bir problemimiz var. Mən arada bir gün buraxdım, çünki xəstələndim, uf oldum. Ona görə də arada bir gün fərqimiz var. Amma heç olmaz, indi davam edirik. Yəqin bir-iki günə oxuyub bitirərəm. Bir-iki dənə şey haqqında danışmaq istədim. O da ki, nədir? Bizdə artıq Efe ilə Minə yəndə bir neçə gün idi ki, Efe ilə görüşmürdü. Və bunu əslində görüşməlidirlər. Çünki kitab 400-cü səhifədir. Mən heç 200 səhifəsini oxumamışam. Ona görə də həm də yəni bilirdim ki, yazar bir çarə tapıb onları bir məcburi də olsa görüşdürəcək. Və bu oldu, amma o bəhanə biraz çox məntiqsiz idi sanki. Özə çox mənasız bir gündə oldu. Şəxsən mən o yerə biraz spoiler yazın. İndi spoiler yazısında, bana spoiler nə deməkdir? Yəni kitab haqqında böyük kitabı oxumamısınızsa, artıq bu məlumata qulaq asırsınız. Demək olar ki, kitabda nə baş verdiyini biləcəksiniz və maraqsız gələcək. Ona görə spoiler yazısı gedənə kimi telefonunuzun səsini aşağı edin və yaxud belə 10 saniyə keçin. Bəli, mən çox istəyərdim ki, Minə Efe'nin konserinə tək getsin. Efe'nin konserinə getmə səbəbi atası olmasın. Amma elə oldu, neynəyik? Başqa bir çarə yoxdur. Daha doğrusu artıq dünəmdə 267 səhifə oxumuşam. Kitab çox bərabat gedir. Yəni bərabatın bərabatı gedir. Əgər indi maratonda olmasaydım kitabı atmışdım, amma yalan danışıram. Çünki ata bilməzdim. Niyə ata bilməzdim? Mən indiyə kimi oxuduğum heç bir kitabı yarımçıq buraxmamışam. Maraqsız olduqlarından başqa. Bütün kitablar mənim dostlarım kimidir. Necə insanları yarı yolda buraxmıram, ona da yarısını da buraxmadım. Necə də mənasız alın deyə. Efe Duran olsaydı bundan bir mahnı düzələrdi 100%. İndi nə oldu? Nə oldu? Niyə belə bir şey oldu? Səhifə 286 və niyə belə bir şey oldu? Bu arada hekayə çox acı, yəni cringe olmağa başladı. Heç sevmədim. Bu son 100 səhifəni, 200 səhifəni sevmədim. Bu nədir axı? Nəsə 300 neçənci səhifədəyəm. Tez bitirim gələm. Tez bitirəcəm, onsuz bir neçə bölüm deyəsən yoxdur, tapa bilmədim, yəni şeydir məsələn də 370-dən 375-ə atıyor. Mən də elə bölümlər keçdim, o da biraz tez çatdım 300 neçə. Amma yəni bu necə bir bölüm sonuydu, çox cringe'dir, çox pis idi, çox pis idi. Və yadımdan çıxartmaq istəyirəm, silmək istəyirəm. Bitti. Bu qarşılaşma bitti. Kitab çox gözəl bitdi, amma mənə görə yəni artıq kitab cringe'ləşməyə başladığı üçün. Kitab ayın favorilərinə girə bilərdi, amma nifrəti. O son 150-100 səhifə var idi. Çox pis idi. Çox pis idi. Yəni çox cringe idi. Çox ərgəncə idi. Bu necə danışır? Çox pis idi. Neysə, birinci səhifə girdim. Artıq siz belə bir şəkildə bana görəsiniz. Kitabın arxa hissəsini. Kitabın qapağını belə görəsiniz. Çünki bitirdim. Amma necə deyim, yəni bu çox cringe'ləşməyə başladı. Axıra yaxın çox bərbad. Heç axırına yəni də okey. Artıq 3 neçə səhifə gəndə bildim ki, 100% bunun axırı belə bitəcək. Amma artıq o bir olay olandan sonra kitab çox mənasız olmağa başladı. Ayın oxuduğum ən belə keyif verən, amma verməyən kitabların içinə girə bilər. Bu neydi axı? Bu neydi indi mən oxudum? Amma ilk başlayanda mükəmməl idi. Bəlkə də həmişə istəyirdik kaos bitsin. Bitəndən sonra da artıq hər şey maraqsız oldu. Dostlar, yenə də mən No 26-nı önərərmiyəm. Yəni tövsiyə görürəm, oxuya bilərsiniz. Bəli dostlar, indi o işə gəlsə ki, mən No 26-nı sizə tövsiyə eləyərəmmi? Bəli, eləyərəm. Çünki kitab ümumi olaraq yaxşı idi, amma axırda bir şey bilsəz, o qədər zülüm çəkməyinizə ehtiyac yoxdur. O zaman 100 səhifəni oxumağınıza ehtiyac yoxdur deyirəm. Çünki çox mənasızlaşır son 100 səhifə. Amma nəsə, yəni belə oldu. Neyə bilərik? Köş Beyza Kutsonunu daha fərqli yazsaydı və dairə 7-də oxusaydım. Amma buradan böyük kıranı
sağ ol deyirəm. Bu kitabı oxumaq mənim vətbət kitablarından nifrət elədiyimi bir dərəcədə. Mən həmişə heç vaxt vətbət kitabı oxumurdum. Vətbət dediyim, yəni genç kurgusal kitablar oxumurdum. Özellikle Türkçe sevmirdim. Ama fantastik oxuyordum, fantastik oxumurmuşam. Niyə oxumurmuşam səbəb bəlli oldu. Ama yenə oxuyacağım. Ağırlanmayacağım və yenə PDF-ini indirib alıb oxuyacağım. Buna şübhəniz olmasın. Dari 7-ni oxumaq düşüncəm yoxdur. Sadəcə ChatGPT ilə biraz danışacağım ki, ChatGPT Dari 7-də nələr baş verir, hekayə necə olur, elə. Neyse, o zaman bu qəribə biten videomuzun sonuna geldik. Bu arada ben biraz açıklamayayım. Niye bəzi səhifələrdə açmadım? Son 200 səhifədə niyə açmadım? Çünki maraqsız idi. Deməyə bir şey yox idi. Və sonda yəni kitabı belə həyəcanlandırmaq üçün belə çox səhv bir şey yaz. Bilmem, mənə razılaşarsınız ya yox. O da neyse, o zaman dostlar videomuzun sonuna geldik. Sağ olun. Videonun sonunda 10-15 saniyeli bir hisse olacak. Orada bu kitabı oxuyarkən istifadə qulaq asdığım mahnıları yazacağım və orada kitabın arxa hissəsində No 26 sakinlerindən şarkı verilərdi. Belə. Bura rengarenk acılar. Bəli, mən bunu görməmişdim ama belə buradan bir QR kod var. Buradan istifadə edə bilərsiniz. Mən buradan rengarenk acılardan başqa heç birini oxumamışam. Onu da öz listemdə bulunduracağım orada. Buradan da belə baxa bilərsiniz. QR kodu da oxuda bilərsiniz. Belə də göstərim. Neyse, videonun sonuna geldiğim yerden videomu beğenmişsiniz ve böyle maraton, böyle maraqlı videonun gelmesi için kanala katıp abone olmağı ve bildirimleri açmağı unutmayın. Şəhərlər bölməsini isə siz bu kitabı oxumuşsunuzsa, oxudum və bu hissləri yaşadım yazmağı unutmayın. Çox maraqlıdır mənim üçün.